Nərimanov rayon polis idarəsinin 17-ci polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən sonuncu tədbirlər zamanı 34 yaşlı Mirtalə Rəhimov, əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər 23 yaşlı Vüsal Səmədov və 42 yaşlı Elşən Əliyev saxlanılıblar. İNİ Mətbuat Xidmətindən Qafqaz İFA-ya verilən xəbərə görə onlardan ümumilikdə 2 kiloqrama yaxın tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, eroin, psixotrop maddə, metamfetamin və güclü təsir edici xassəyə malik 87 ədəd pregabalin həbi aşkar edilib. Həmin şəxslər sosial şəbəkələr vasitəsilə narkotiklərin onlayn satışını həyata keçiriblər. Bundan başqa saxlanılan Elşən Əliyevin ifşa olunmamaq və izini itirmək üçün tez-tez yaşayış ünvanlarını dəyişdiyi əsasən paytaxtda yerləşən müxtəlif otellərdə gecələdiyi müəyyən edilib. Qafqaz İFA-nın əldə etdiyi məlumata görə Elşən Əliyev ürək-damar cərrahıdır və Lazur Hospital, Real Hospital, eləcə də Alu Klinika kimi bir sıra özəl klinikalarda çalışıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.